Sahə mövzusunda belə bir sual var. Düzgün üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu 8. Düzgün üçbucaq bilir ki, bərabər tərəfli üçbucaqdır da. Xaricinə çəkilmiş çevrəsinin radiusu 8-dir. Deməli, üçbucağın xaricinə çevrə çəkilibsə, deməli bu üçbucaq çevrənin daxilindədir. Yəni böyük R-imiz 8-dir. Bura o olsun, çevrənin mərkəzi olsun və bu 8-dir. Böyük R bərabərdir 8. Biz bunu çevrənin xaricinə çəkilmiş çevrənin radiusunun üstündən, yəni R bərabərdir A bölünsün kökatda 3. Buradan tərəfi tapıb və düzgün üçbucağın sahə düsturuna əsasən kökatda 3 A kvadratı bölünsün 4. Gətirib tərəfi tapıb, burada sahədə yerinə qoyub da tapa bilərik. Amma bizdə düzgün üçbucaqda böyük radiusa görə sahə düsturu var. 3 kök altında 3 böyük radiusun kvadratı bölünsün 4. Birbaşa yerinə qoyub yaza bilərik. 3 kök altında 3, 8'in kvadratı bölünsün 4. Bərabərdir. 3 kök altında 3, 8'in kvadratı 64 bölünsün 4. Bunlar ixtisar gedir 16. 16'nı da 3'ə vursaq 48 kök altında 3. Cavab 48 kök altında 3 idi.